Zəng. Alo. Doktor salam, axşamınız xeyir. Axşamınız xeyir olsun. Doktor, baxın sizi götürən ağrıyır. Hardan? Deməli doktor, Şəkidən. Nə gözəl. Gözəl Şəkimizə salamlar. Buyur. Doktor, bir dənə zəhmət olmasa sizə bir sual verin. Deməli, mən bu anam 15 gün kəsər xəstəsidir. Bu son vaxtlar elə bir ki, ayaqlarında şikəmələ gəlib, qarın boşluğunda böyümə, yəni şikəmələ gəlib. Bir dənə üzr istəyirəm, sizdiyində hədsiz dərəcədə iyilənmə var. O nə ilə əlaqədar deyək, doktor? Hə, çox sağ olun, sualınıza görə minnətdaram, indi cavab verəcəm. Hər zaman deyirəm, şəkər xəstəliyini artıq xəstəlik sırasından çıxardıblar. Ona sosial bir problem kimi baxılır. Yəni, həyat göstərir ki, uşaq doğulandan şəkərə meyilli olur. Kənddə qəhd deyirdilər, qaqqa deyirdilər, konfet. İndi, maşallah, şəhərdə də nəvələr şokolad istəyir. Bir qızımız var, Fatimə xanım, şokolad. Arkadaş, gözünə çandan bu uşaq o yazıq mədaltı vəzi bir gün dincəlmir, bir an dincəlmir. Uşaq ağlamasın, konfet ver, şokolad ver, qənd ver. Və yemək kimi yeyir uşaq. Bu mədaltı vəzidə öz işini görür. Hər şey, bütün sintetik qidalar, qızartmalar, un məmulatları, ondan sonra müxtəlif zərərli karbohidratlar, hamısı son nəticədə şirin sular, hamısı mədaltı vəziyə təsir edir. Şəkərin miqdarını dəyişir kəskin şəkildə. Və ona görə də şəkər xəstəliyi qabaqla çox nadir olardı. Xərçəng xəstəliyi kimi. Çox nadir rast gələrdi. Bugün şəkər xəstəsi olmayan adamı tapmaq müşküldür. Belə gedişlə çox təəssüf ki, çox mənfi gedişdir bu. Və indi gəlirəm ananıza. Ananıza Allah şəfa versin. Şəkər xəstəliyi gözdəki ilk növbədə o kapillərlərdən başlayır, retinopatiya deyirlər. Düz ayaq damarlarına qədər, böyrək damarlarına, ürək damarlarına, hər yeri zədələyir. Hər yerdə damarın divarını zədələyir və nəticədə nə olur? Görmə zəifləyir, ayaqlarda soyuqluq yaranır, o dediğin kimi qan dövranı pozulur, şişkinlik yaranır, yanma yaranır və bəzən deyir, ayağım buz kimi olur, bəzən də deyir, ayağım yanır, səhərə qədər ayağımı çöldə saxlamalıyam. Yəni, şəkər xəstəliyinin toxunmadığı, zədələmədiyi bir nöqtə yoxdur. Ona görə nə etmək lazımdır? Şəkər xəstəliyindən özünüzü qorumalısınız. Xüsusilə də irsiyyətinizdə varsa qorumalısınız. Qorumaq üçün nə etmək lazımdır? Qorumaq üçün sağlam həyat tərzi keçirmək lazımdır. O necədir? Bol miqdarda su içməlisən. Su içəndə şəkərin miqdarı qanda azalır. Təbii ki, su durultduğu üçün. Həm də baş ağrılarınıza kömək edir. Sonra nə olur? Təmiz havada olmalısınız. Yeriş qədər, sürətli yeriş qədər şəkəri salan ikinci bir yanaşma yoxdur. Mən bunu uzun illərdir bunu müşahidə eləmişəm, bu sahədə aparmışam ki, sürətli yeriş şəkəri bir mənalı